Demək, son 5 ildə ölkəmizdə 82.944 uşaq nigahdan kənar doğulub. Belə bir qorxunc rəqəm. Təxminən 100 minə yaxın uşaq nigahsız doğulub. Bəs biz illərdir deyirik ki, verilişlərdən, efirlərdən qeyri-rəsmi nigahlar təbliğ olunmasın. Bunun qarşısı mütləq alınmalıdır. Müğənnilər efirə çıxıb deyəndə ki, mən evli bir kişidən uşaq dünyaya gətirmişəm, insanlar üçün bir qadının evli kişidən uşaq dünyaya gətirməsi adi bir hala çevrilir. Biz bunu illərdir deyirik. Bunu deyirik ki, baxın, bu cür halların sayı artacaqdır. İnsanlar artıq evli kişidən uşaq dünyaya gətirməkdən çəkinmirlər. Adiləşib bu hallar və cəmiyyət bundan zərər görəcəkdir. Bunu biz nəzərdə tuturuq illərdir. Baxın, acı nəticəsində görürük. Nə qədər ki, efirlərdə mənəviyyatsızlıq hələ də təbliğ olunacaqdır, bu rəqəm daha da böyüyəcək. Növbəti 5 ildə olacaq 200 min, sonra olacaq 300 min.